dağlara, balıklar takili, bak sevduğum ağlara. Karadeniz kıyından çıkalım yaylalara. Haydi gidelim haydi gurbetten yaylalara, elimizi tutalım yar soğuk. Herkese salam, kanalıma hoş gelmişsiniz. Uzun zaman sonra vlog paylaşıram və əgər mən vlog paylaşıramsa, deməli 100% səyahətə gedirəm. Videonun başlığından da yəqin ki başa düşdünüz ki, Trabzon-Rize turudur. Açıqlama verim ki, mən Trabzon-Rize'də dəfələrlə olmuşam. Sadəcə olaraq onda maşından ailəlicə gedirdik və sırf gəzmək üçün gedirdik. Amma bu səfər sırf səyahət olacaq. Tam detallı şəkildə hamısını çəkəcəm, paylaşacağım. Çünki məlumatlarım da çox olacaq. Bu il əgər baxmamısınızsa Dubayda olmuşuq. Buralarda bir yerdə mütləq şəkildə paylaşacağım. Bu il Dubayda oldum. Çox gözəl səyahətim oldu və çox super bir vlog paylaşdım sizin üçün. Əgər baxmamısınızsa mütləq şəkildə baxa bilərsiniz. Yəqin ki məni tanıyanlar bilir ki, mənim özümün işlərim var, işləyirəm və video çəkməyə, vlog çəkməyə professional şəkildə eləmirəm. Sadəcə hobbi kimi və getdiyim yerləri sizə məsləhət verərək göstərməyi çox sevirəm. Buna görə təcrübəm az olduğu üçün əvvəlki vloqlarıma baxıram, çalışdığım qədər çox az danışacağım, başlığı falan çox az edəcəm. Çünki başqa vloqlara baxıram qızlarda, kim çox danışır artıq hövsələm olmur baxmağa, səbrim çatmır. Ona görə çalışdığım qədər az danışacağım, amma məsləhətlərimi də verəcəm. Hələ gedib çıxmamışam, indidən mən xəstələnib sağalmağı bacardım. Bugün 4-cü gündür, sabah 5-ci gündür, sabah artıq gedirik və mən dünən, yəni ki 3-cü gün artıq xəstələnməyi bacardım. Bilmirəm necə oldu, məncə marojdan yemişdim 2-ci gün, ondan oldu. Çox qorxdum, inanırsınız. Yəni bunu da özünüz üçün mütləq şəkildə yadınızda saxlayın ki, hansısa bir ölkəyə səyahətə getməmişdən öncə çalışdığınız qədər nə soyuq bir şeylər yeyib içməyin və ya çalışmayın ki, soyuq bir yerlərə gedəsiz. Məsəl üçün Dubaya getməmişdən öncə mən özümü çox soyuqladım. Əynim qalın değildi, çölə çıxmışdım və getməmişdən bir həftə qabaq xəstələndim. O qripə çevrildi. Ondan sonra bütün evdəkiləri bulaşdırdım. Yenə az qalsın elə bir xəta olurdu. Allah göstərtməsin. Dünən nə qədər dərmanlar içmişəm, ramaşka çayı, nanə çayı falan, özümü sağaltdım. Bugün artıq özümü çox yaxşı hiss edirəm. Ona görə bunu yadınızda saxlayın. Yəni bir də mən belə səhv eləmərəm. Bir yerə getməmişdən öncə nə tez-tez soyuğa çıxmaram, nə də ki soyuq bir şeylər yeyib içmərəm heç bir vaxt. Özünüzü qoruyun. Çünki nə qədər aylardır, illərdir bir səyahəti gözləyirsən və artıq özünü nə qədər qoruyub saxlayırsan, ora getməmişdən 1-2 gün öncə xəstələnirsən, bu heç yaxşı bir şey deyil, təəssüf ki. Nəysə, gəlin artıq pozitiv bir şeylərdən danışaq. Saçımdan yəqin görürsünüz ki, hələ çinməmişəm, qəşəng duş alacağım, maska falan edəcəm. Dırnaqlarım hazırdır. Dırnağım gillakdır, öz dırnağıma ediblər. Sadəcə olaraq rəngi mən qırmızı istəyirdim. Evə gələndə gördüm ki, qırmızıdan bir ton açıq, hardasa kök rənginə oxşayardı. Ona görə Allahdan evdə lak var idi. Üstünə lak çəkdim və qıraqlarını təmizlədim. Ayağıma isə pedikürə getmişdim, gillaksız. Çünki mənə açığı çatmır, krasovkada olacağım, plaja falan da gedəsim hələ yoxdur, getməyəcəm. Ona görə prosta sadə pedikür elədilər. Evdə isə özüm lak çəkdim. Lakı niyə salonda elətdirmədim? Çünki mən ora bazar günü getmişdim və təbii ki onun rəngi 5-ci günə qədər gedəcək. Ona görə dedim, lütfü evdə özüm çəkim. Çəkdim, çox qəşəng oldu, çox səliqəli oldu. İndi sizə göstərəcəm. Baxın, bu mənim əl dırnaqlarımdır. Lap belə yaxından baxanda görünür ki, üstünə lak çəkmiş, o uzaqdan bilinmir. Bu isə ayaq dırnaqlarımdır. Çamadanımı mən keçən həftədən yığmışam. Çünki həftə içi işləyirəm, vaxtım olmur. Çox напряженныйdır işim. Çünki bir dəqiqə belə, yəni belə deyim, vaxtım olmur. Ona görə bir həftə öncədən boş vaxtım var idi. Çamadanımı yığdım və yavaş-yavaş artıq əlavə eləməyə başladım. Çamadanım hazırdır. Yəqin ki, prosesdə sizə göstərəcəm nə geyinirəm, ora necə geyinmək lazımdır. Baxın, bu mənim çamadanımdır. Bu çamadanımı çox sevirəm. 2 dənə çamadanım var. Biri rozava, biri korичневый. Mənim geyindiyim paltar da sportivni geyinəcəm. O da korичневый rəngdədir. Krasovkam da korичневый rəngdədir. Pasport üstüm də korичневый rəngdədir. Yəqin ki, artıq bilirsiniz də hansı rəngi daha çox sevirəm. Çanta olaraq isə təzə aldığım Pircardinin çantasını götürəcəm. Əslində korичневый rəngdə götürəcəydim ki, çox qəşəng uyğunlaşsın. Sadəcə olaraq mən Trabzonda ağ rəngdə geyinəcəm və məncə ağ şalvar, ağ kofta ilə korичневый rəng təəssüf ki getməyəcək. Həm də ki bu çanta dəhşət dərəcədə çox rahatdır və çox əşya sığdırmaq olar içinə.
Sadəcə göstərim. Birinci belə bir təbii ki pasport ən vacib elə budur. Hər ehtimala qarşı kartımı da götürdüm. Kaşlokumu götürmədim çünki çox kartlarım, şəxsiyyət falan hamısı oradadır. İtirməkdən qorxuram. Ona görə bir dənə kart məncə bəs edəcək. Vlajna salfetka, quru salfetka bularsız olmaz mütləq şəkildə. Yəni bularsız heç yerə getmərəm. Güzgü, karandaş, dodaq karandaşı və dodaq boyası, yəni ki pomada bularsız da olmaz. Hər ehtimala qarşı da rezin də götürdüm. İfşo, bunlardır sadəcə mənim çantamda. Sabahınız xeyir olsun. Gəldik aeroporta. Bugün bəxtimizdən belə bir şey oldu. İlk dəfə bu arada bunu yaşayıram. Biz 52 ilə gedəcəkdik. Yəni ki, bagaj almamışdıq. 12 olub. Amma bizə təklif elədilər ki, bugün pulsuz bagaj eləmək olar. Biz də bagaja verdik. Bu arada cifrdən aldıqlarımı sizə göstərdim. Sadəcə olaraq hissələrin duxunu istəyirdim. Onu tapa bilmədim. Təəssüf ki, inşallah taparam. Oradakı bu arada çox şirin bir satıcı xanım işləyirdi. Mənə dedi ki, Trabzon cifrisində olmalıdır. Məncə ora gedəndə olmayacaq. Artıq oradan bura qaydanda, ora artıq Trabzonun aeroportuna giriş edəndə mütləq şəkildə məncə orada olmalıdır. Mən Yussalar duxunu istəyirəm. Onu mütləq şəkildə istəyirəm. Həm də ki, Libre Intensini inşallah onu taparam. Sol de Janeiro tapdım. Planında başqa bir şey var idi. Nə yalan deyim. Belə olur balaca paçkada 40'ını veya 68 almaq istəyirdim. O paçkaların hamısını götürmüşdülər. Ona görə mən də 59'un hal-hazırda istifadə elədiyimin orta boyunu aldım. Hər kəsə salam. Biz artıq nəhayət ki çıxdıq aeroportdan. Gəlmişik, çəkdim, gördünüz. Yəni dəhşətli dərəcədə gözəldir. Mən burada olmuşam, buranın təbiətinə, orqanizmim çox yaxşı öyrəşib. Sadəcə olaraq gələn kimi Sümeyra monastırına gəldik. Bacım daxil olacaq. Mən daxil olmaq istəmirəm açıq, çünki o qədər yorğunam ki, yatmaq istəyirəm, istirahət eləmək istəyirəm. Sadəcə bu gözəlliyi görmək istəyirəm. O qədər istəyirəm. Bir də sizə bir siz nə demək istəyirəm. Bu il Azərbaycanda, Bakıda dəhşət dərəcədə soyuq keçdi deməyim, yaya baxanda çox soyuq keçdi. Daşı bura gəlmişik, bura həmişə soyuq olan, pasman olan bir yerdə. Ona baxmayaraq bura çox istidir, dəhşətli dərəcədə baxıb onu açıqam.
çox qəşəng videolar çəkdim, şəkillər çəkdirdim. Kopya kameradakı kimi, fotoaparatdakı kimi çəkdirdim. İndi gəlmişik Giresunun mərkəzinə. Yemək istəyirik. Bugün yaxşı nəsə yeyə bilmədim. Zavtrak çox qəşəng idi, çox dadlıydı, amma mən çox yeyə bilmədim. İndi istəyirəm nəsə yeyəm. Bilmirəm nə seçəcəm, amma nəsə türklərin öz yöresel yeməklərindən yemək istəyirəm. Sonra da çay, kafe içmək istəyirəm. Əzan çalınır. Yeməyimizi yedik. Bu adı da bu arada Hazalpidir. Dəhşət dərəcədə çox restoranlar, lokantalar var. Biz yoldan ötəri bir buradakı yaşayan sakindən soruşduq. O buranı bizə məsləhət gördü. Həqiqətən çox dadlı idi yeməkləri. Gördüyünüz kimi pide sifariş elədik, lahmacun sifariş elədik. Çox ləzzətli idi, çox bəyəndim. Çox qəşəng yedi, üstündən çay içdi, künəfə ilə. Artıq uca yəni partlayıram. Çox ləzzətlidir, həqiqətən çox dadlı. Burada mən olmuşam, yəni dəyişiklik heç yoxdur yeməklərində. Əksinə çox yaxşı olub, burada şəhərdir. Bu Watsons'dur deyəsən. Watsons. Bura daxil olduq. Bizim Azərbaycanla heç Trendyol'la müqayisə eləmirəm qiymətlərə baxanda. Yəni bura baxaldı, inanırsınız. İstədim buradan nəsə saç baxanda alım. Baxıram ki, bizdə buradan qapıda münasibdir də, yəni pastanın özüm olsun, Bakıdan alıram. Sabahınız xeyir olsun, gəlmişik Zavtrakda. İndi baxaq görək burada nə yeməklər var, hamısını bir sizin üçün çəkəcəm. Bu arada bugünkü lukumdur. Məni artıq bilirsiniz, mən otelə gələndə əgər yemək включенdirsə, yəni daxildirsə, hamısından çalışdığım qədər biraz götürürəm ki, dadına baxım. Həm də ki, sevdiyim şeylərdir təbii ki. Sevmədiyim bir şeylər, bu da mesela üçün burada göbələk vardı. Mən göbələk çox sevmirəm, fanat deyiləm. Ona görə onu heç yerləşdirmədim. Bu arada bir şey deyim, nə qədər estetik yerlərdə olmuşam, nə qədər gözəl məkanlarda olmuşam, ölkələrdə, otellərdə olmuşam. Amma ilk dəfə, yəni o qədər mənim aşağıdan gözləntim az idi ki, ilk dəfə bu qədər estetik, bu qədər gözəl, sakit, Old Money style yağırda buranın hər yerinə qəşəng şəkillər çəkdirmişəm, hamısını sizə göstərəcəm. Old Money style'da burada hər bir şey, hər tərəfi. Mən çay içəcəm, bu Antalya'dakı idi bu arada. Oradan bilirəm, buradan olmalıdır. Suya baxın, su superdir, ancaq buradakı hovuzdakı su mən hələ içmək də istəyirdim. Dubaydakı kimi isti deyil, orada bir su ilıq idi, burada soyuqdur. Bu arada burada toy olacaq bu axşam. Super bəziyiblər buranı. Yəni mənzərəsi möhtəşəmdir.
Dediyim kimi nə qədər otellərdə, yerlərdə olmuşam. Düzü, nə çəkirəm, heç şey görmürəm günəşdən. Mən ömrümdə bu qədər estetik bir yer görməmişəm. Hər yer Pinterestdə. Hər köşəsi Pinterest, hər köşəsi estetika. Super, super, super. İndi gəlmişik Kuzalan şəlaləsinə. Daha sonra da gedəcəyik Mavi Gölə. Yəni superdir, cənnətdir həqiqətən. Hər bir yeri baxın. Bura aşağı düşmək üçün 65 TL ödədik. Biraz qorxulduk ya. Mavi Gölə gəldik. Bu arada əgər bilmirsinizsə bunu da deyim. Biz başda bir bilet almışdıq şəlaləyə getmək üçün. Burada bilet lazımdır. Biz soruşduq ki, bura başqa bilet lazımdır, yoxsa həmin bilet. Dedilər ki, elə bir bilet bəsdir. Mən düşündüm ki, yəni o şəlalə ilə adını unuttum. Mavi Gölünlə arasında çox məsafə yoxdur. İkisində də ayrı-ayrı 3 nəfərə 65 lira vermək biraz nəsə mənə çox gəldi. Neyse getdik Mavi Gölə. Su mavi rəngdə deyil. Hamı şikayət edirdi. Türklər nəzə də bu arada burada çoxdur. Onlar da şikayət edirdi ki, mavi rəngdə deyil suyun rəngi. Amma çox gözəldir. Təbiət superdir. Keçən il Antalya'da dincəlmişdik. Onda dəniz idi. Dəniz mənzərəsi falan. Bu il nəsə seçimimizi dağlardan yana elədik. Düzdür, burada dəniz var, amma çimmək məqsədindən yox. Elə. Biraz turşu tadı var. Labini qatıblar. Belə normaldır, əla deyil, yəni ağız dadıma uyğun deyil. Amma biz təklif elədilər ki, mayonezlə ketçup da qatsınlar. Biz istəmədik, məncə dadlı olmaz. Bu arada bu qabına 70 lira verdik. Gəlmişik Kulakaya yaylasına. Baxın, çox gözəl, möhtəşəm. 1700 metr hündürlükdəyik. İndi gəldik bura, qəşəng yemək yeyəcək. Burada ballar, pendirlər var, amma deyirlər ki, məsləhətli deyil ballarını almaq. Məsləhətli olsaydı, yəqin ki, alamayacaq. Pendirlər dəhşət dadlıdır, biz alacağıq. Həqiqətən Şveçariya oxşuyur, yoxmu? Məsələn, rəylərdə yazın. Burada dedilər ki, ızgaracım Bakır Ustanın restoranı var. Aha, bu arada kəpənək keçdim. Sarılı oranjıqlıdır, belə qarışıq. Orada dedilər ki, dadlı yeməklər var, ət yeməklər. Burada dəhşət ürəyimə ət yeməyə düşüb. Getdik, qəşəng gəzdik, çayın qırağında falan. Adam ürəyində dəhşət kebab istədi. Çox kebab istədim yeməyə, ona görə ətdə nə varsa burada tapıb yiyəcəm mütləq. İndi baxıram, Bakır Usta deyilmiş, Bakı Usta əmirsə eşitmişəm adını. Beləndə adı, buradadır. Balın dadına baxdım bu arada, çox da dadlı deyil, nə yalan deyim. Amma pendirlər çox dadlıydı. Danışıqları superdir, yəni mən qulaq asıram bunları danışın ləhcələri, çox bəyənirəm. Bu da bu arada fırınlarıdır. Metal Market. Hamısının adını deyirəm ki, özünüz Allah qoysa bir gün gəlsiniz, görəsiniz. Baxaq marketdə nələr var, günün çəkməyə icazə verərlər.
təmizlik, bu hava, bəxtimizdən də bu arada uşaqlar isti hava oldu. Çünki nə qədər blogerlərə baxmışam, onlar gəliblər, onlarda yağış da olub. Düzdür, onun da ayrı bir atmosferası var. Amma yay vaxtı, neçə vaxt artıq bizim Bakıda soyuqdur. Adam istəyir ki, isti hava olsun. Düzdür, belə wow isti yoxdur. Günəş dəhşətli dərəcədə istidir. Orada məzarlıq var. Orada bulaq var. Su, mama deyir soyuqdur, buzdur deyir. İndi onu da yoxlayacaq. Bu arada burada nəsə iş gedir. Nəysə, demək istədiyim odur ki, günəş dəhşətli dərəcədə istidir. Bulutlara baxın. Amma buranın özündə o gözəl, çox belə priyaxlı soyuqluq var. Hava möhtəşəmdir həqiqətən. Yaşıllıqda olduğuma inana bilmirəm hələ də. Gedəcəyik çəmənlərə, orada şəkil çəkdirməyə. Haqq test eləyək. Ay, buzdur. Yayı çox sevdim. Mən tanıyanlar bilir ki, mən qışı sevirəm. Yayı çox sevdim. Burada kleş var, gənə qorxuram ondan. İnsanlar belə çəmənliyə daxil olub, amma mən qorxuram. Nəsə olar birdən. Baxın, sizə bunu deyim ki, superdir. Hər şey çox gözəldir, amma kameradan bu gözəlliyi ötürülmür. Yəni təsəvvür edin, siz bunu görüb bəyənirsinizsə, canlıda qat-qat, həyatda qat-qat bundan gözəldir. 2 gündür buradayıq, 2-ci gündür. Belə danışmaq istəyirəm ki, mənzərəni görəsiniz. 2 gündür buradayıq. Amma ən sevdiyim yer bura oldu. O, şalalan, yenə yadımdan çıxdı, lap birinci olan. Orada qəşəng idi, mavi göl də qəşəng idi. Baxmayaraq ki, göl mavi rəng deyildi, həm ora göl də deyil, yəni çayda bilməm nə göl deyirlər. Onlara getdik, dünəndə çoxu gəzdik, hamısını göstərdim sizə. Amma gəldiyimizdən bu 2 gündən ən gözəli bu gün idi. Nəsə içimdə bir his var ki, amma həqiqətən proqramda dəqiqliklə nə var bilmirəm. Hər gün keçdikcə mən təzə günü daha çox sevəcəm. İçimdə belə bir his var. Bir görüntüyə baxın. Çox qəşəngdir. Ayranla çörəyi gətirdilər. Ayran duzsuzdur. Biz özümüz duz qatdıq. Çox ləzzətlidir. Həm də bizə dedilər ki, bu ayranlar adi ayran bizim içdiyimiz deyil. Yəni bu dədə baba üsuludur. Nətər var, elə də gəlib vaxta çatıb. Burada belə balaca şirin yerdir. Belə bir salat gətirdilər bizə. Mama indi test edir. Mama bəyəndi? Çox bəyəndi. Mən dadına baxacağım. Salat mükəmməl. Ət də dəhşət dadlıdır. Super bişib. Sadəcə olaraq duzu biraz azdır. Ətin indi mən özümdən duz qatacağım. Ödəniş elədik. Biz elə ki 1 kilo sifariş elədik əti. Orada xanımlar dedi ki, onlar 2 nəfər idi. Yarım kilo dedilər alıblar. Onlar üçün azdır. Ona görə bizə dedilər 1 kilo alın. 1 kilo aldıq. Bizə çox oldu. Ona görə paket elədik. Elə ki, bir dənə ayran idi, salat gətirdilər. Amma salat biz sifariş eləmədik, özlərindən gətirdilər. Çox sağ olsunlar. Bir də 1 kilo, adı nə idi, yadımdan çıxdı, kuzu pirzola idi, yəni idi, kebab idi, quzu ətindən idi. Dəhşət dadı idi. Sadəcə olaraq dediyim kimi quzu az idi. Mən duz qatdım, super idi. 1950 TL ödədik. Harası 2000 TL'dir. 1000 TL'nin deyəsən 40 manatdır. 80 manat eləyir ya 80 manata civarında eləyir. Amma haradasa kartla ödədim deyə faiz də çıxır. Gəlib 80 manat eləyəcək. İndi də burada bir dənə kafeşka gördük, onu bəyəndik. Mama ilə bacı kofe içəcək. Mən isə rəngi çay içəcəm. Gəlmişik belə bir kafeşkaya. Dəhşətli dərəcədə Starbucks'a oxşuyur. Mən kofe çox sevmirəm, çay sevirəm. Limonlu cheesecake sifariş etdim və çay. Bir də bu mənzərəyə baxın. Bu mənzərədə çay və kofe içməyə dəyər həqiqətən. SMS'deki şifreyi diye haberi yok yani. Sadece diyor ki gelen SMS'deki şifreyi söyler misin diyor. Cheesecake çox dadlıdır.
Ən böyük xoşbəxtlik bilirsiniz nədir? Bu mənzərəyə qarşı oturub çay içmək. Hər bir şey dadlı olar, çox dadlıdır. Elədir ki, fikir verdim ki, məsəl qiymətləri demirəm. 2 dənə çay, 1 dənə kofe, 1 dənə cheesecake, bir də ki, belə balaca kurabiyələrə 25 manat. Manatdan verəmiz pulumuzdan çevirib deyirəm. Pul verdik. Amma bu mənzərəyə qarşı baxmaq o bir başqa dəyərlidir. Gəlmişik Giresun'da gəmi turuna, biletlərimizi aldıq. Ona qədər təbii ki də yemək, marojna aldım. Mən turşu çox sevirəm deyə. Soruşdum orada ekşi hansıdır turşu olan. Dedi ki bu üstdəki vişneli olan dedi turşudur. Mən limonlu da aldım. Məncə o da turşudur. Dadına baxıb deyəcəm. Giresun adasına. Burada çok qorxuludur yani. Toku dəniz qəşəkdir. Qalan belə hamı gedir. İşte gəzdir, heç nə yoxdur. Mən elə gəlir, baxamsız bir yerdir ya da mən buranın estetikasına vibe'ını tuta bilmirəm. Gəldiyim gündən, yəni 2 gün ərzində ən bərbad yer bura ola bilər. Biz bunu qorxulu filmlərdə hiss edirəm. Hələ təsəvvür edin, hava biraz qaralana necə olacaq. Herkese salam, sabahınız xeyir olsun. Artıq burada 3-cü günümüzdür və biz bugün artıq otelimizi tərk edirik, gedirik Rize'yə. Ondan öncə gedəcəyik Uzungöl'ə. Uzungöl'dən sonra da gedirik Rize'yə. Bu mənim bugünkü lookumdur. Əslində heç planlaşdırdığım kimi geyinmirəm, başqa cür planlaşdırmışdım. Sadəcə olaraq hava mən soyuq olduğunu düşünmüşdüm və SPF bədən üçün ümumiyyətlə gətirməmişdim, topu üz üçün gətirmişdim. Ona görə əllərim qızarıb, qollarım qızarıb təmiz. Həm də ki, qalın paltar çox götürmüşdüm, amma belə yüngül geyməyə lazımdır. Ona görə kombinlərimi dəyişdi, çalışacağım ki, fərqli bir şeylər edim. Karadeniz kızları yaylanlı çiçekleri çalayım kemençeyi Oranyansın gençleri Canım bir verir regalım yaylayı herkes gitsin korona Elleri ellere yapalım cümlelere bir daha ateş edelim Sadece yeşil çay değil mi? Evet. Şu anda yaptığım yeşil çay. Yeşil çay üreticilerimiz bize 2,5 yaprak şeklinde getiriyorlar çayları. Yeşil çayı yaparken önce buraya koyuyorum. 120
derecede yakmadan haşlıyorum onları. Bakın acı suyu çıkıyor çayın. Daha sonra orada gördüğünüz makinede şeklini veriyorum. O kendi etrafını fırınlıyorum. O yeşil çay. Çıkmış hali yeşil çayı. O da yeşil çay. Hayır, bu siyah. Bu siyah çay. Siyah çayı güneşte yakmadan solduruyorum. Çay fabrikasından 2 çaydı buranın adı. Çayın, daha doğrusu fabrikanın içine daxil oldum. Çox qəşəng, bilirsiniz, xana isi də gəlmir. Çayın çox belə nasıl işin dəhşətli dərəcədə isi var. Pis deyil, qəşəngdir, mən xoşladım, amma elə insanlar var ki, məsəl üçün yol gedər falan. Onda biraz ürək bulantısı ola bilər. Çay da təqdim elədilər, çay da içdik. Qırmızı olan turşu idi. O bildiyimiz o adi qara çaya pesok qatanda dəhşət dadlı olur. Raket giymişəm, amma dəhşət dərəcədə çox istidir, yəni həqiqətən çox istidir. Məncə bu bəxtdir. Bura yəni belə isti olmur. Mən vloqum baxandan sonra deməyin ki, bura isti olur. Yəni gedərsiniz, yüngül paltarlar geyinərsiniz, hava soyuq olur. Burada zaprostda 2 dəqiqə içində yağış yağa bilər. Durduq yoldan. Buradan Uzungölə, çay fabrikasından Uzungölə 1 saatdır. Oradan da Rizəyə 2-3 saat. Baxın, indi şey yerdə belə. Gölə çox gözəldir. Və buranı təmizləyirlər. Buranı təmizləyirlər. Biz oradan gəldik. İndi belə gəzirik, şəkil çəkdirmək istəyirəm. Baxın buna. Çox bu arada belə paraşütlə dədiniz. Süperdir. Soruşsaz hava necədir? Güneş olan yer istidir, amma belə də soyuq külək gəlir. Superdir, yəni hava möhtəşəmdir. Baxın, şəkil çəkdirmək bəs çətini çəkdirdim, amma nəsə çox xoşuma gəlmədi, nə yoxam deyil. Təzdən indi bacıma deyəcəm, məni çəksin. Çünki külək olur, elə bir mənim acıqmadır. Mən çəkdirəndə külək dəhşətli dərəcədə olur. Mən çəkdirməyən kimi ya şəkilə baxıram, başım qarışır, külək dayanır. Ona görə yaxşı bir vaxtdan tapım, şəkil çəkdirəcəm. Amma siz bu mənzərəni gözünlə görməyə süper bir şeydir. Yəni aldıq, 2 dənə də qarğıdal, yəni küstül aldıq. Bu dəhşət gözəldir, çox. Çəkməyə doya bilmirəm. Bu arada buradan aldıq. Buranın adını yadınızda saxlayın. 2200 TL'lik, amma indirimlə. Özümə qolbaq aldım, üzük aldım, sırğa aldım. Çox gözəl idi, mən çox bəyəndim. Qızıla oxşuyur. Mama özünə qolbaq aldı, bacı da bir dənə sırğa aldım. Trend yoldan da yəni zaprosta almaq olar təbii ki. Yəni oradan da hələ üzüklər sifariş eləmişəm. Hələ heç gəlib çatmayıb da. Orada təbii ki buradan ucuzdur. 2200 TL'nin hardasa məncə 80 manata yaxın eləməlidir. Ya 80-dən biraz çox, o civarda da az pul deyil məncə. Təbii ki belə bir turistik yerə gəlmişəm. Ayda məsələdir ki burada baha olacaq. Yəni 5 manatlıq bir şeyə 10 manat, 15 manat ödəyəcəksən. Amma indi baxacağım da. Bax, buranın adını yadınızda saxlayın. Mən bu istifadə edəcəm. Yəni ki bu vlogu hələ sonradan edit eləyəcəm. Onda da edit edən moment mən yazacağım ki bunun gedirmi rəngi yoxsa yox, amma həqiqətən çox qızıla oxşur. Məsələn ki, mən pastanla taxdığım olsa qızıl olur, qolundakılar qızıldır. Baxdım ki, yəni fərqi ümumiyyətlə dəhşət dərəcədə çox azdır. Ona görə yazacağım. Əgər xoşuma gəlsə, əgər o pula dəyirsə, onda buranın adını yanınızda saxlayın, alın. Çox qəşəngdir. Bu arada orada o qədər başım qarışdı ki, almağa, qoymağa. Orada Chanel'in, Yves Saint Laurent'ın, Michael Kors falan, Guess, onların padelkası var. Guess bilmirəm, padelkalar yoxsa yox, çünki Guess elə bahalı brend deyil mənim üçün. Amma Chanel 10.000'dir də, yəni ən bahalı məncə çantadır. Çantalar arasında olmalı. Çox başım çıxmır, ona görə dəqiq deyə bilməyəcəm. Biraz geçti ki, qıla yazdı ki, mən az qalsın Chanel'i su qalsın özümü alırdım. Amma özümü saxladım, almadım. Biz oradaydıq, o məscidin yanında oradan. Evi ki, buradan gəldik, elə ora qədər getdik. Sonra oradan abratına qayıtdıq. İndi də yeməyə nəsə axtarırıq. Burada bizə dedilər ki, burada yeməklər elə də wow dadı demişsə üçün. Biz indi dünən yaylaya qalxanda orada həqiqətən dadlı. Dişin yatda yeməyi də çox dadlı idi. Mən bizə demişdilər ki, orada dadlı olacaq. Küləyə görə də üzr istəyirəm. Burada isə dedilər ki, həm qiymətlər bahadır. Brandonun bir restoran menyusuna baxdıq. Menyuları belə qıraqda qoyurlar. Həqiqətən də yəni bahadır. Yəni bizim Bakıda hələ baxmırıq ki, Bakıda bizim baha olur. Burada qat-qat oradan bahadır. Aydın məsələdir ki, turistik yerdə heç mən qiymət baxımından narazı belə deyirəm. Buna hazırlıqlı gəlmişdim.
sifarişimiz gəldi. Mama Adana kebabı sifariş elədi. Çox qəşəng hissi var. Mama sifarişidir. Mənlə də bölüşdü, çox sağ olsun. Qarşılığında sizlə biraz söhbət eləmək istəyirəm. Yedim, yaxşı ki də mən özümə işte sifariş eləmədim. Çünki həqiqətən ac yedim, yolda cipsi yedim, marozna yedim, şokolad aldım, yedim, onu içdim. Ona görə heç ac değildim. Burada bu arada buranın adı İncidir. Buranın adını yadınızda saxlayın. Çox qəşəngdir, münasibli qiymətlər. Təbii ki, o tərəfdə, hardasa o tərəflərdə baxın, biz bacım şarma kimi bir şey istəyirsiniz. Sonradan göstərdiyim. Orada 850 TL idi, burada 400 TL ya da 400 neçə TL. Ümumi bu qədər aldıq. Yeməklərdən əlavə 3 dənə ayran, çörək bilmirəm hesabladılar yoxsa yox, çünki onda mən iştirak eləməmişdim. Daha sonra bacımla mama kofesi içdilər. Hamısı da 1570 TL ödədik. Artıq məncə 60 manat, 50 manat civarındadır. 50 manatdan biraz çox olar yəqin ki. Yəni super qiymətdir. Buranı yadınızda saxlayın, bu İnci kafeni. Bilmirəm siz nə vaxt gələcəksiniz. Siz gələnə qədər bəlkə qiymətlər bahalanır, ucuzlanır. Onun üçün inşallah özünüz baxarsınız. İndi biz birazdan yavaş-yavaş tərpənirik. Bu mənzərə qarşılığında istəyirəm ki, biraz görəsiniz məni. Çox gözəldir. Bəzi insanlar baxın, orada şəlalə var, bilmirəm görünəcək. Ora qalxdılar. Bir taksidə 4 nəfər yerləşir. Ümumi 1100 TL eləyir. Yəni ki, bir insana hardasa почти 300 TL gəlib düşüb. Bir insan onun özünüz çevirə bilərsiniz. Biz çıxmadıq çünki onsuz dünən də yaylada olmuşduq. İndi biraz da yenə qalxacaq yayla. Bu arada 1100 metr hündürlükdədir. Yəni təsəvvür edin, mən indi 1100 metr hündürlükdəyim və aşağıda insanlar ola bilər, hansı ki, yəni maşın sürürlər, arası gedirlər. Onlar yuxarıdan baxanda deyəcəklər ki, eləcə dağdır, amma baxın, eləcə dağ deyil. Burada əməlli belə bildiyimiz şəhər salbırdır ki, sıfır bir şeydir. Ən gözəli, ən sevdiyim odur ki, bunu Allah yaradıb. Hər bir şey burada Allah yaradıb və insanlar sonradan başlayıblar gözəlləşdirməyə. Və biz indi çıxırıq daha yüksəyə. Bundan ya 2 ya da 3 dəfə artıq hündürlüyünə çıxacaq. Ona görə mən artıq çıxmaq istəmədim. Sadəcə burada gəzmək istədim. Belə. Bir daha artıq gəldik otelimizə, Rizədəyik. Aydar yaylasında Şimşir oteli 301-ci otaqda ucu gedirik. Otaq çox balacadır, hamısını sizə göstərəcəm. Gedirik burayla tanış olmağa, məzərəsi süper. Otelimiz hardasa oralardadır, Şimşir oteldir. Lifti yoxdur, indən deyirəm, məncə burada heç birində yoxdur. Yəni Giresun'dakı otelin arasında qat-qat böyük fərq var. Aydın məsələdir, yəni bura dağdır, buradan da göstərmək olar. Çox balacadır otelimiz, amma çalışdığım qədər sizə göstərəcəm. İndi oradan gəlmişik, belə gedirib biz Türklərlə söhbət elədik. Onlar Azərbaycandan danışdı, biz Türkiyədən danışdıq. İndi belə gedirik. Orada çox qəşəng bir yaşıllıq var. İndidən başlayır. Hamısını sizə göstərəcəm. Bu arada bura çox soyuqdur. Yaxşı ki, qalın paltar gətirmişəm. Peşman idim ki, dedim hava isti olacaq. Mən qalın paltarı boş-boşuna gətirmişəm. Amma boş-boşuna deyil, çünki hava həqiqətən soyuqdur. Bilirsiniz, belə bir mənzərəyə baxıb danışmaq superdir. Deyirlər ki, o qədər burada şəlalələr var ki, çoxsunun adı belə yoxdur. Burada yəqin ki, təxmin eləmişsiniz ki, tez-tez yağışlar olur. Yağışlar yağanda başqa bir şəlalələr də olur və çoxsunun adı da yoxdur. Baxın bu şəlaləyə. Belə. İnana bilmirəm, blogerlərdən həmişə baxırdım. Onlar belə çəkirdilər. Это дает потом. Sudaşı çox bəyəndim. İndi Lazbürənin dadına baxaq. Çox dadlıdır. Atmosferaya baxın. Buranın adını yadınızda saxlayın. Pralin kafedir. Pralindir belə.
superdir. Burada elə bir ki, buranın sahibi burada yaşayır, onunla biraz söhbət elədik. Dedim ki, yəni mənə bilirsiniz burada nə maraqlıdır. Bura çox gözəldir təbii ki, amma bura soyuq olur. Bu aydın məsələdir. İyunda gəlmişik, biz belə donuruq burada praktiki. Bax indi qışda bura necə olacaq da. Ona görə mənə maraqlıdır ki, burada yaşayan insanlar buradan sıxılırlarmı? Onsuz gözəl deyə söz yox. Amma həmişə burada yaşamaq təbii ki, sıxıcıdır cavanlar üçün. Mən soruşdum buranın sahibinə, dedim ki, sizə sıxıcıdırmı? Dedi ki, 30 il İzmirdə yaşayıb. İzmirdə isti olur bilirsiniz. Dedim, oramı yaxşıdır, buramı? Dedi ki, bura daha yaxşıdır. Sonra nəsə söhbət açıldı uşaqlarından. Dedim ki, uşaqlarınız yəni deyim gençlər də, cavanlar, onlar da burada yaşayır. Deyim, onlar burada mı istəyirlər yoxsa İzmirdə mi? Çünki onlar İzmirdə doğulublar. Deyir ki, onlar da şəhərin mərkəzində istəyirlər. Mən elə də bilmişdim. Çünki cavanlar üçün yəni çox gözəl deyə təbiət söz ola bilməz, amma cavanlar üçün, bizim üçün daha belə şəhərin mərkəzi, burada AVM deyirlər də, mollar falan. Baxın, estetika, hər bir yeri estetikadır buranın. Baxın, indi qaranlıq olub tam bilinmir. Söz yox, hər şey burada çox gözəldir. Amma cavanlar üçün pastayanla burada olmaq oje biraz çətindir. Həm də burada bir dənə də oğlan işləyirdi İndoneziyadan. Mən dedim ki, mən orada dedim çox istəyirəm də İndoneziya, Baliyə. O da dedi ki, elə mən oğlan bura oxuyur. Onun qaldığı yerdə İndoneziyada, Balinin yanında. Deyirəm ki, orada çox gözəldir. Və o dedi ki, deyir İndoneziya Türkiyədən qat-qat ucuzdur. Təbii ki, məncə də elədir. İnşallah, inşallah bir gün vloguma baxarsınız və orada artıq İndoneziyada olaram və İndoneziyada sizin üçün nəsə yeni bir şeylər danışaram. Oradakı insanlarla söhbət edirəm. Bir də ki, buradakı ya bu məhəllədir, ya hansı mən oranı biraz qaçırdım, amma belə bir şey işlədim ki, qulağıma dəydi ki, hansı məhləni ərəblər alıb, ona görə burada ərəblər çoxdur, amma bura möhtəşəmdir, superdir. Həqiqətən hələ ki, hər bir şey əla gedir. Hər şeyi çox bəyənirəm. Söz verdiyim kimi indi sizə Uzungöldən aldığım takılarımı göstərmək istəyirəm. Gəlin başlayaq. Bunu mama özünə aldı. Belə görsənir. Lap başda olan üzük formasında o əsl qızıldır. Əslində çox da məncə fərqi yoxdur. Çox qəşəngdir. Daha sonra məndən bacınınkilardı. Bacınınkini də göstərim. Daha sonra mənimkilərə keçərik. Baxın, burada qiyməti var. 280 TL'dir bu. Çox qəşəngdir. Mənə görə əslində çox sadədir. Bacım elə bundan da sadəsini istəyirdi. O da belədir. Sadəcə burada heç qaşları yox idi. Mənim xaçab üstündə bir dənə qaşı olanı al. Çox qəşəngdir. Mənə görə sadədir, amma bacım üçün çox qəşəngdir. O belə sadə bir şeyləri çox sevir. İndi keçək əsas məsələyə, mənim aldıqlarıma. Gəlin başlayaq. Ən çox bəyəndiyim, ilk görüşdə vurulduğum qol bağım. Çox qəşəngdir. Həm də yaşıma uyğundur məncə. Məsəl üçün, mamankini qoluma taxdım. Çox qəşəngdir. Sadəcə mamada daha qəşəng qalır. Amma mənə daha belə abartılı gəlir. Bu isə tam mənim yaşım üçün indi göstərəcəm. Baxın, qolda belə görsənir. Yenə deyirəm ki, bu üzük formasında olan, onlar əsl qızıldır. Bu da ondan heç bir məncə fərqi yoxdur. Daha gözəl. Çox qəşəngdir. Bu qolbağa isə 850 TL verdim. Çoxdandır ilan formasında nə yalan deyim, nəsə istəyirdim. Bunu lap axırda aldım. Bilmədim bunu alım ya almayım. Belə qararsız qalmışdım. Sonra dedim ki, Vsotaki alım. Çünki belə bir şeyin nə trend yolda görmüşəm, nə Bakıda görmüşəm. Bəlkə də var, fikir verməmişəm. Amma baxın, çox gözəldir. 300 TL'dir. Həqiqətən möhtəşəmdir. Belə bağlanır. Əslində nə yalan deyim, mən qızıldan başqa qulağıma heç də taxa bilmirəm. Mənim qulağımdakı da hal-hazırda qızıldır. Onu həmişə taxıram və qulağımdan çıxartmıram. Belə bir şeyləri çox taxanda, adi prosto, onda qulağım ağrımağa başlayır. Amma belə özəl günlərə taxmağa çox qəşəngdir. Bunu da ilk görüşdən çox sevdim. Bunun oxşarları da var idi. Fərqli rənglərdə, daha abartılısı, daşlısı. Bunu daşlı almaq istəmədim. Nə yalan deyim. Var daşları. Heç inarsız orada görməmişəm. İndi baxıram, xırda-xırda baxın daşlar var. Ki, yaxınlaşdırsam görərsiniz. Baxın, xırda-xırda daşlar var. Çox qəşəngdir.
Amma bundan daha çox daşlı olanı var idi. Birini bundan daha çox bəyəndim. Sadəcə o əlimə balaca oldu. Yaxşı ki də bunu almışam. Sırğamdan var ki, çox qəşəng yaraşacaq. Baxın, total belə görsənir. Əzan çalır. Tam sizə belə göstərmək istəyirəm. Təsadüf oldu. Çox gözəl görünür. Bunu mən qulağımda heç test eləmədim orada. Elə sırazu aldım. Bu da üzüyüm. Göstər qolbağım. Doğrudan da qızıl oxşuyur. Çox bəyəndim. Düzdür, çox şişiddir hamısı bir yerdə təbii ki. Toya falan belə maksimum taxmaq olur. Bilmirəm ki, heç ilan toya yaraşar, yaraşmaz. Amma çox xoşuma gəldi.